Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hürmetli dostlar, vatan evlatları, özelleştirme çekleri, grubunun üzvləri, özelleştirme çeklerini 29 yıldır ümitle saklayanlar, ihtiyaç yüzünden satanlar ve memurların hilesine aldanarak öz emlak payını satan vatandaşlar, aziz gazilerimiz, veteranlar ve hərbiçilər, Allah'ın adıyla sizə müraciət edirəm. Sizə şad xəbərlər müjdəçisi ola biləcək bir xəbərim var. Öncədən müraciətim belədir ki, özelleştirme çeklərinizi satmayın və satan varsa da çalışıb əldə eləsin, alsın. Bildiğimiz kimi Bakı Apellyasiya Məhkəməsində 21 fevral 2025-ci il tarixində keçirilən iclas zamanı işə baxan məhkəmə kollegiyası tərəfindən qanunvericilik kobud şəkildə pozuldu və dövlət özəlləşdirmə payı ilə dövlət özəlləşdirmə çeklərinin bir-birindən fərqli anlayışlar olduğu nəzərə alınmadı. Bugün Azərbaycan Respublikasının Ali Məhkəməsinə 700 vətəndaşın imzası ilə vəkillər tərəfindən şikayət verildi. Amma bu şikayətdə olan faktları bilməlidir və müzakirə etməlidir ki, haqqınızı düzgün tələb edə biləsiniz. Bir daha aldanıb çeklərinizi ucuz qiymətə satmayasınız. Çünki Ali Məhkəmənin qərarı da qərəzli olsa və qanunsuzluq aradan qaldırmasa, Avropa Məhkəməsinə müraciətlər olunacaq. Heç kim ümidini qırmasın. Hak və ədalət həmişə qalib gəlir. Ancaq o yerdə ki, haqqı pozulmuş insan öz haqqı üçün mübarizədə ardıcıldır, inatçıldır və son nəticəni əldə etmək üçün, haqqın bərpası üçün mübarizədən çəkilməz. İndi diqqət edin, Ali Məhkəməyə müraciətdə nələr yazılıb. Bu faktlara diqqətlə qulaq asın. Hamınızdan xahiş edirik, paylaşın ki, bütün veteran, qazi və hərbiçi ailələri də xəbəri bilsinlər. Çeklərini satan ailələr öz imkanı daxilində onları əldə etməyə çalışsınlar. Dövlət özəlləşdirmə payı bütün özəlləşdirmə dövrü zamanı özəlləşdiriləcək dövlət əmlakından düşən əmlak payıdır və birbaşa surətdə qanunla tənzimlənir. Dövlət özəlləşdirmə çekləri də qanunla tənzimlənib və dövrüyə buraxılıb. Dövlət qiymətli kağızı kimi mülkiyyət hüququnun varlığını təsdiqləyir. Bu eyni zamanda mülki məcəllədə də öz əksini tapıb. Qeyd edildiyi kimi, dövlət özəlləşdirmə payları qanunla verilib və qanunla bütün özəlləşdiriləcək orta və iri dövlət müəssisələrinin 65%-nin əmlakları həcmində mülkiyyət payıdır. Eyni zamanda tarixi sosial ədaləti bərpa etmək üçün Ulu Öndər Heydər Əliyevin dediyi kimi Sovet dövlətindən xalqımıza düşən miras əmlak payıdır. İddiaçılar iddia ərizəsində onların mülkiyyət və bərabərlik hüquqlarının, qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında fundamental hüququ məsələ kimi tənzimlənmiş prinsiplərin kütləvi şəkildə pozulduğunu sübut və faktlar ilə göstərib əsaslandırıblar. Eyni zamanda iddiaçılar hesab edirlər ki, Azərbaycan Respublikası məhkəmələrinin ölkə daxilində bu problemi araşdırmaqdan imtina etməsi səbəbi ilə gələcəkdə bəzi qüvvələr bu faktların mütəşəkkil korrupsiya cinayəti və iqtisadi, siyasi, sosial terror kimi qiymətləndirilə bilər
ve bu durumun devletimizin, adliye sistemimizin ve Cənab Prezidentin imicine böyük ziyan vereceğinden korkurlar. Bu sebepten ülke dahilinde məhkəmə müstəvisində bu problemin her tərəfli araşdırılması ve aradan kaldırılmasının zəruri olduğunu qeyd edirlər. Bakı Apellyasiya Məhkəməsi öz qərarında kobud pozuntulara yol verərək qeyd edib ki, dövlət özəlləşdirmə çekləri qanunvericiliyin tələb etdiyi qaydalara uyğun olaraq dövriyyədən çıxarılıb və zərərin tələb olunması ilə bağlı iddiaçılar bir illik iddia müddətini itiriblər. Hesab edirik ki, məhkəmənin bu yanaşması tamamilə əsassız və qanunsuzdur. Bütün bunlar aşağıdaki faktlarla sübut olunur. 1. Vəkillər və vətəndaşlar 4 ali dövlət orqanlarının rəsmi sənədləri ilə sübut etdi ki, dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb. Belə ki, 21 fevral 2025 yıl tarixdə Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı iddiaçılar hüquqi faktlarla və 4 ali dövlət orqanlarının rəsmi sənədləri ilə sübut etdilər ki, dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb. Çünki Cənab Prezidentin 2004-cü il tarixli 75 nömrəli fərmanında göstərdiyi kimi tədavül, yəni ödəmə vasitəsi kimi istifadə müddəti başa çatmış dövlət özəlləşdirmə payları qanunvericiliklə dövriyyədən çıxarılır. Burada Konstitusiyada və mülki məcəllədə nəzərdə tutulan qaydalar əsas tutulur. Yəni Prezident sadəcə dövriyyədən çıxarılıb yazmayıb, qanunvericiliklə dövriyyədən çıxarılır yazıb. Göründüyü kimi tədavül, yəni ödəmə vasitəsi kimi istifadə müddəti başa çatmış dövlət özəlləşdirmə payları dövriyyədən ancaq və ancaq qəbul ediləcək qanunvericilik aktı ilə dövriyyədən çıxarılır. Bakı İnzibati Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyimiz sənədlər təsdiq edir ki, dövlət özəlləşdirmə çeklərini dövriyyədən çıxaran belə bir qanunvericilik aktı qəbul olunmayıb. Bundan başqa aşağıdakı faktlar da bunu təsdiq edir. Birincisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8 fevral 2025-ci ildə mətbuat orqanlarına verdiyi rəsmi məlumatdan aydın olur ki, bu günə qədər dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə heç bir qanunvericilik aktı qəbul olunmayıb. İkincisi, iddia ərizəsində də əlavə etdiyimiz Azərbaycan Respublikası Maliyyə Bazarından Nəzarət Palatasının vətəndaşlara göndərdiyi aşağıdakı 2 rəsmi cavab məktubunda 2017-ci ilə qədər bu dövlət orqanı tərəfindən də dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmadığı təsdiqlənir. Birinci məktub. 27 iyul 2017-ci il tarixli cavab məktubunda deyilir ki, dövriyyədə olan dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadəsi 2011-ci ilin yanvarında başa çatıb. Ancaq dövlət özəlləşdirmə paylarının, çeklərinin dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilməyib. İkinci məktub. 23 oktyabr 2017-ci il tarixli cavab məktubunda deyilir ki, 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə, yəni ödəniş vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur. Göründüyü kimi 1 yanvar 2011-ci ildə tədiyyə vasitəsi kimi istifadəsi fərmanla başa çatan dövlət özəlləşdirmə çekləri 23 oktyabr 2017-ci il tarixində hələ də dövlət qiymətli kağızı kimi dövriyyədə idi və onların gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulurdu. 2. İddiaçılar zərərin tələb olunması ilə bağlı 1 illik iddia müddətini ötürməyiblər. Belə ki, zərərin tələb olunması ilə bağlı 1 illik iddia müddəti hesab edirik ki, ancaq dövlət özəlləşdirmə paylarının çeklərinin dövriyyədən çıxarılması haqqında elan mətbuatda dərc ediləndən sonra işləməyə başlayar. Çünki bu qanunun tələbidir və işləməyə başlamamış bir müddətin bitməsi də mümkün deyildir. Burada qeyd etməliyik ki, dövlətə, Heydər Əliyevin xalqa vədinə və qanunvericiliyimizə inanaraq dövlət özəlləşdirmə çeklərini satmayıb, 2011-ci ilə qədər ümidlə saxlayan 1 milyondan çox vətəndaşdan heç biri kompensasiya almayıb. Bu fakt özü kütləvi hüquq pozuntusu və qanunvericiliyin pozulmasının, kobud şəkildə pozulmasının təsdiq edir. Bu mümkün deyil ki, dövlət özəlləşdirmə çekləri Cənab Prezidentin fərmanına uyğun olaraq cavabdeh idarə, əmlak məsələləri dövlət xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada dövriyyədən çıxarılsın və bundan həmin çekləri ümidlə saxlayan 1 milyondan çox vətəndaşdan birinin belə xəbəri olmasın. Bütün bunlar onu göstərir ki, həmin çeklər dövriyyədən çıxarılmayıb
və onlarla bağlı 1 illik iddia müddəti işləməyə başlamayıb. 3. Bakı Apellyasiya Məhkəməsi dövlət özəlləşdirmə çeklərinin hansı qanunvericilik aktı və ya inzibati aktı ilə dövriyyədən çıxarıldığını araşdırmadan qərar qəbul edərək qanunvericiliyi pozdu. Belə ki, Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilən faktları düzgün qiymətləndirə bilmədiyi kimi, qanunla vətəndaşlara haqqı olan informasiyanın dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə